Salam əziz izləyicilər, bugün sizlərə DİM 9 illik test toplusundan sifət mövzusunu izah edirəm. Birinci sual. Feildən düzələn sifətləri müəyyən edin. Düzəltmə sifət axtarırıq. Təmiz sözü sadə olduğuna görə A bəndini çıxırıq. C bəndində çoxlu sözü say olduğuna görə C bəndini çıxırıq. D bəndində mehriban, hündür sözləri sadə olduğuna görə D-ni çıxırıq. E bəndində uca sözü sadədir deyə E-ni çıxırıq. Cavabımız olacaq B bəndi. Baxaq görə həqiqətən də feildən düzəlib. Azğın sözü azmaq feilindən düzəlib. Yandırıcı sözü yandırmaq sözündən düzəlib. Sözün kökü yandı, amma özü yandırmaq sözündən düzəlib. Bitkin sözü isə bitmək feilindən düzəlib. Bitkin. Deməli, cavabımız oldu B bəndi. İkinci sual. İkinci sualda deyir, azaltma dərəcəsində olan sifət hansıdır? Ümumilikdə sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi. Dərəcələr nə işə yarayır? Sifətin dərəcələri əlamət və keyfiyyətin normada, normadan az, normadan çox olduğunu bildirir. Bizə lazımdır normadan az olsun. Yəni, bir var qırmızı, burada əlamət və keyfiyyət normadadır. Bir var qırmızımtıl, burada əlamət və keyfiyyət normadan azdır. Bir də var qıpqırmızı, burada isə əlamət və keyfiyyət normadan çoxdur. Sapsarıda normadan çoxdur, deməli çoxaltma dərəcəsidir. Gömgöydə normadan çoxdur, deməli çoxaltma dərəcəsidir. Açıq-aşkar adi dərəcədədir. Meydança sözü ümumiyyətlə sifət deyil, isimdir. Cavabımız olacaq C bəndi, uzunsov. Uzunsov azaltma dərəcəsindədir. 3. Çoxaltma dərəcəsində olan sifət hansıdır? Ağ təhər. Ümumiyyətlə təhər kəm sözləri azaltma dərəcəsini düzəldir. A bəndini çıxdıq. Çox mərtəbəli adi dərəcədədir. Tünd çay. Tünd sözü o vaxt dərəcə əlaməti düzəldir ki, özündən sonra rəngi bildirən sifət gəlsin və defislə yazılmalıdır mütləq. Əgər özündən sonra başqa bir söz gəlibsə və defislə yazılmayıbsa, o heç vaxt dərəcə əlaməti düzəldə bilməz. Açıq sözü isə azaltma dərəcəsini düzəldir. Cavabımız olacaq dost doğma. E bəndi. Dördüncü sual. Biri düzəltmə sifətdir. Sivri sadədir, dağınıq sadədir, didərgin sadədir, ictimai sadədir. İrsi sözü irs sözündən düzəlib. İrsi, irs, irsi. Cavabımız olacaq A bəndi. 5-ci sual. Biri mürəkkəb sifət deyil. Biri mürəkkəb sifət deyil. Baxaq. Enişli, yoxuşlu yollar, necə yollar? Biz sözün sifət olduğunu bilmək istəyiriksə, mütləq özündən sonra isim işlədirik. Çünki sifət əşyanın əlamətini və keyfiyyətini bildirir və əşya ilə işlənir. Enişli, yoxuşlu yollar, ağzı bağlı qab, gözü qıpıq insan, gəlimli, gedimli dünya. Tələm-tələsik gəldim, necə gəldim? Bu isə hərəkətlə işlənir. Deməli, bu sifət yox, zərfdir. Cavabımız olacaq 5-də A bəndi. 6. Birində sifət işlənmişdir. O əyninə dəri palto geyinmişdi. Dəri sözü isimdir. Maşınımız torpaq yolla hərəkət edirdi. Torpaq isimdir. Gümüş, yun hər ikisi isimdir. Deməli, D bəndində gümüş kəmər, gümüş sözü isimdir. E bəndində də yun şal, yun sözü isimdir. Amma C bəndində gür sözü sifətdir. Pəncərədən küçəyə gür işıq yayılırdı. Necə? Gür. 6 oldu C bəndi. 7. Birində sifət işlənməmişdir. Həyatın çətin anları olur. Çətin sözü sifətdir. Bizə işlənməmişdir, soruşur. Hər təzə binanın pəncərəsindən təzə bina. Burada da sifət işlənib. Həyatda maraqlı hadisələr çoxdur. Maraqlı sözü sifətdir. Düzgünlük əsl insani keyfiyyətlərdəndir. İnsani sözü sifətdir. Amma E bəndində sifət yoxdur. Dəri sözü isimdir. 8-ci sual. Deməli, hər üçü azaltma dərəcəsində olan sifətdir. Qırmızı adi dərəcədə A bəndini çıxdıq. B bəndində nazik, kövrək adi dərəcədədir. B-ni çıxdıq. C-də ağılsız və yaxsız sözləri
adi dərəcədədir. C-ni çıxdıq. D bəndi. Sarışın azaltma dərəcəsi, ağımsov azaltma dərəcəsi, göyümtül azaltma dərəcəsi. Cavabımız olacaq D bəndi. 9. Hər üçü azaltma dərəcəsində olan sifətdir. Göyümtül azaltmadır, qaraşın, sarı təhər. Cavabımız elə olacaq A bəndi. Çünki göyümtül də, qaraşın da, sarı təhər də azaltma dərəcəsindədir. 10-cu sual. Hansı nümunədə birləşmənin asılı tərəfi sifət deyil? Asılı tərəf. Söz birləşməsinin asılı tərəfi birinci tərəfdir. İkinci tərəfi isə əsas tərəfdir. Bizə deyir asılı tərəfi, yəni birinci tərəfi sifət deyil. Dünənki hadisə, dünənki sözü sifətdir. Qoca kişi, qoca sözü sifətdir. Məcazi məna, məcazi sözü sifətdir. Sərt xasiyyət, sərt sözü sifətdir. Amma palçıq yol da, palçıq sözü də isimdir, yol sözü də isimdir. Ona görə cavabımız olacaq D bəndi. 11-ci sual. Ürək açıq sözü ilə bağlı səhvi müəyyən edin. Adi dərəcədədir, düzdür. Cümlədə əsasən təyin olur, düzdür. Mürəkkəb sifətdir, necə sualına cavab verir. Ürək açıq insan, necə insan, düzdür. İkinci tərəfi sadə sifətdir. İkinci tərəfi açıq sözüdür. İkinci tərəf sadə deyil. Açıq sözü açmaq sözündən düzəlib. Ona görə cavab olacaq 11-də D bəndi. 12. Hansı sifət azaltma dərəcəsindədir? Gömgöy çoxaltmadır, tərtəmiz çoxaltmadır, tünd yaşıl çoxaltmadır, böyük adi dərəcədədir, açıq sarı. Cavabımız olacaq 12-də B bəndi. 13. Hansı sifət azaltma dərəcəsindədir? Sarımtıl. Sarımtıl azaltma dərəcəsindədir. Dümdüz çoxaltmadır, kiçik azaltma, kiçik üzr istəyirəm adi dərəcə, qupquru çoxaltma, tünd qara çoxaltma. Sarımtıl isə oldu adi dərəcədə. 14. Feildən düzələn sifəti müəyyən edin. Yağış sözü isimdir, tapşırıq sözü isimdir, səpki sözü isimdir, qurğu sözü isimdir. Böyük sözü böyümək sözündən düzəlib. Böyü, böyük. Deməli, bu söz feildən düzələn sifətdir. Cavabımız olacaq 14-də E bəndi. 15-ci sual. Feildən düzələn sifəti müəyyən edin. Sürüşkən yol. Sürüşmək sözündən sürüşkən sözü yaranıb. Ona görə cavabımız olacaq 15-də B bəndi. Deməli, sürüşmək feili var. Bir də sürüşkən yol. Necə yol? Deməli, cavabımız oldu burada B bəndi. 16. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Baxaq. Dağlıq sözünün kökü, dağlıq ümumiyyətlə, dağlıq sözünün kökü dağ ismidir. Qarışıq, qarışmaq, zərf olmalıdır. Cəfakeş, cəfa isim. Uçuq sözündə uçmaq, dağılmaq mənasında feil. Dünənki sözündə isə dünən zərfdir. Zaman zərfindən düzəlib. Ona görə cavabımız olacaq E bəndi. 17. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Sürətli isimdən düzəlib, yorğun feildən düzəlib, əzik feildən düzəlib, zarafatcıl deməli isimdən düzəlib, əvvəlki deməli zərfdən düzəlib. Cavabımız oldu 17-də C bəndi. 18. Adi dərəcədə olan sifəti müəyyən edin. Sapsarı çoxaltma, açıq qırmızı azaltma, dümağ çoxaltma, yamyaşıl çoxaltma, gözəl adi dərəcə. C bəndi. 19. 19-cu sualda deyir, azaltma dərəcəsində olan sifəti müəyyən edin. Dümdüz çoxaltma, ağappaq çoxaltma, gömgöy çoxaltma, balaca çoxaltma. Cavab olacaq B bəndi. Dəlisov. 20-ci sual. Adi dərəcədə olan sifəti müəyyən edin. Deməli, sapsarı çoxaltma, açıq qırmızı azaltma, dümağ çoxaltma, yamyaşıl çoxaltma. Cavabımız olacaq gözəl sözü. 21. İki düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti. İstiqanlıda ikinci tərəf düzəltmədir. Sözü bütövdə heç biri düzəltmə deyil. Hazır cavabda da heç biri düzəltmə deyil. C bəndində
2 mərtəbəli ikinci tərəf düzəltmədir. Amma B bəndində irili, xırdalı, irili, xırdalı, iri sözündən irili, xırda sözündən xırdalı yaranıb. Ona görə də cavabımız olacaq 21-də B bəndi, 22 İki düzəltmə sifətdən yaranan mürəkkəb sifəti müəyyən edin. Sınıq, qəlbli. Sınıq, qəlbli. Sınıq birinci tərəf sınıq sözü sınmaq sözündən düzəlib. İkinci tərəf qəlb sözü qəlbli sözü qəlb sözündən düzəlib. Cavabımız olacaq 22-də A bəndi. 23. Sadə say və düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. Sadə say və düzəltmə sifət. Qanı qara, hər biri isim, biri sifət. Uca boylu, hər ikisi sifət. Üç rəngli, sadə saydır, düzəltmə sifətdir. Dördbucaq, əslində dördbucağın da birinci tərəfi sadə saydır. Amma bizdən sadə say və düzəltmə sifət soruşduğuna görə üç rəngli sözünü götürürük. Çünki üç sadə saydır. Rəngli isə rəng sözündən düzəlmiş sifətdir. Ona görə cavabımız 23-də olacaq. C bəndi. 24. Sadə say və düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. Üç bucaqlı. Dördkünc sözü yenə də uyğun gəlməyəcək. Çünki yenə də düzəltmə sifət soruşur. Ona görə də üç bucaqlı, üç sözü sadə say, bucaqlı sözü bucaq sözündən düzəlmiş deməli sifət. Cavab oldu D bəndi. 25. 25-də deyir cümlələrin birində sifət məcazi mənada işlənib. Ağ çiçək dostluq əlamətidir. Ağ çiçək həqiqi mənada. Tərləyəndə soyuq su içmək ziyandır. Soyuq su həqiqi mənada. Qara qoç Məlik Məmmədi oradan uzaqlaşdırdı. Qara qoç həqiqi mənadadır. Çünki qoçun rəngini bildirir. Ətrafda gözəl bir mənzərə yaranmışdı. Mənzərənin gözəlliyindən bəhs eləyir. Bu da həqiqi mənadadır. Dərin fikirlərə qərq olmuş yazıq. Dərin fikir. Dərin quyu olsaydı həqiqi olacaqdı. Amma dərin fikir olanda məcazi məna olur. Ona görə 25-də cavab olacaq E bəndi. 26. Birləşmələrin birində sifət məcazi mənada işlənib. Dolu vedrə həqiqi, şirin çörək həqiqi, dərin quyu həqiqi, iti bıçaq həqiqi, soyuq münasibət. Soyuq münasibət məcazidir. Soyuq sözü həqiqi mənada işlənsə, soyuq su olar, soyuq hava olar. 27. Birləşmələrin birində sifət məcazi mənada işlənib. Ağır zəmbil həqiqi, şirin nar həqiqi, sərin su həqiqi, dolu çanta həqiqi. Cavabımız olacaq D bəndi, şirin söhbət. 28. Hansı cümlədə sifət ismin xüsusiyyətlərini daşıyır, isimləşmədən söhbət gedir. Sifət ismin xüsusiyyətlərini daşıyır. Doğru söz acı olar. Necə söz? Sifət ismin xüsusiyyətini daşıyırsa, yəni isimləşibsə, mənsubiyyətə görə dəyişibsə, cəmlənibsə, ismin sualına cavab verəcək. Ona görə də sifətin öz sualına cavab verməyəcək. Məsələn, doğru söz acı olar, hansı söz? Bu hansı sualı sifətin öz sualıdır. Ona görə A bəndi ola bilməz. Ağıllı oyunçu uduzmaz. Kim uduzmaz oyunçu? Necə oyunçu? Ağıllı oyunçu. Deməli, burada da ağıllı sözü isimləşməyib. Çünki öz sualına cavab verir. Atam niçbin adamdır. Necə adamdır niçbin? Sifətin öz sualına cavab verir. Deməli, C bəndi olmayacaq. Körpə bizə baxıb gülümsəyirdi. Gülümsəyirdi. Kim gülümsəyirdi? Körpə. Körpə uşaq bizə baxıb gülümsəyirdi olsaydı, burada isimləşməyəcəkdi. Amma cümlədə uşaq sözü olmadığına görə, körpə sözü tək işləndiyinə görə və cümlədə kim sualına cavab verdiyi üçün, deməli körpə sözü burada isimləşib. Cavabımız olacaq 28-də D bəndi. 29. Antonim sifətlərin cərgəsini müəyyən edin. Möhkəm bərk sinonimdir, 2-ni çıxdıq. Yaşlı qoca sinonimdir, 3-ü də çıxdıq.
Qoca cavan antonimdir. Yaşıl qara antonim ola bilməz. Ağ qara antonim olar. Cavabımız olacaq 1 və 4. 1 və 4 də oldu. Deməli A bəndi. 29 da cavab oldu A bəndi. 30. Çoxaltma dərəcəli sifətlərin sırasını müəyyən edin. Sapsarı, yaşıl, bozumtul. Yaşıl adi dərəcədədir. Bozumtul isə azaltma dərəcəsidir. A bəndini çıxdıq. Gömgöy, qapqara, açıq sarı. Gömgöy və qapqara çoxaltma dərəcəsidir. Amma açıq sarı azaltma dərəcəsidir. B bəndində çıxdıq. Ağappaq, düzdür, çoxaltmadır. Tərtəmiz çoxaltmadır. Yaxşıca çoxaltmadır. Cavabımız olacaq C bəndi. O biri variantlara da baxaq. Uzunsov azaltmadır. E bəndində də ağımtıl azaltmadır. Cavabımız oldu 30-da C bəndi. 31. Mürəkkəb sifətlərdən biri mənsubiyyət şəkilçisinin köməyi ilə düzəlmişdir. Uzun saçlı A bəndi deyil, təkeycalı B bəndi deyil, şəhərlər arası. Şəhərlər arasında mənsubiyyət şəkilçisi ikinci tərəfdə var. Şəhərlərin arası. Sanki şəhərlər arası ayrı-ayrı yazılsa ikinci növ təyini söz birləşməsi olacaq. Ona görə də ikinci tərəfdə mənsubiyyət şəkilçisi var. Cavabımız 31-də oldu C bəndi. 32. Biri sifətin səciyyəvi xüsusiyyəti deyil. Sifətə aid xüsusiyyət deyil. Yəni, əşyanın əlamətini bildirmək bu sifətə aiddir. Müqayisə dərəcələrinə malik olmaq. Bu da düzdür. Adi dərəcə, azaltma, çoxaltma dərəcələri. Cümlədə təyin və xəbər vəzifəsində işlənmək. Bu da düzdür. Necə, nə cür, hansı suallarla birinə cavab vermək. Bu da sifətə aiddir. Amma hallamaq sifətə yox, ismə aiddir. Cavabımız olacaq 32-də E bəndi. 33. Quruluşca sadə sifətlərdən ibarət cərgəni müəyyən edin. Ürkək, ürkmək sözündən düzəlib, parlaq, parla sözündən düzəlib, çürükdə çürümək sözündən A bəndini çıxdıq. Bura sadə yox, düzəltmədilər. Qıvraq, seyrək, kövrək. Bax, C bəndində incik sözü incimək sözündən düzəlib. D bəndində titrək sözü titrəmək sözündən düzəlib. E bəndində isə əzik sözü əzmək sözündən düzəlib. Bunların variantı A bəndi ümumiyyətlə hamısı düzəltmədir. Digər variantlarda da düzəltmə sözlər demək olar ki, hamısı düzəltmədir. Bizə sadə lazımdır. Sadə olacaq qıvraq, seyrək və kövrək sözləri. Cavabımız olacaq 33-də B bəndi. 34. 34-də deyir, qorxaq sifəti hansı cümlədə ismin xüsusiyyətlərini daşıyır, yəni isimləşib. İgid bir dəfə, qorxaq isə 1000 dəfə ölər. Sual veririk. Deməli, isimləşibsə, ismin sualına cavab verəcək. Sifət, çünki sifətin sualına cavab versə, deməli, o isimləşməyib. İgid bir dəfə, qorxaq isə 1000 dəfə ölər. Ölər, kim ölər? Qorxaq. Kim sualı sifətin sualı deyil, ismin sualıdır. Deməli, A bəndində qorxaq sözü ismin sualına cavab verdiyi üçün isimləşib, yəni ismin xüsusiyyətini daşıyır. Cavabımız A bəndidir. 34 A bəndi. 35. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Zarafatçıl zarafat ismindən düzəlib, yorğun yormaq feilindən düzəlib, küləkli külək ismindən düzəlib, əzik isə əzmək feilindən. Bayaqşı sözü isə bayaq, nə zaman, zaman zərfindən düzəlib. Cavabımız olacaq 35-də E bəndi. 36. Hansı dərəcədəki sifətlər quruluşca sadədir? Kəsik sözü düzəltmədə A bəndini çıxdıq. B-də böyük sözü düzəltmədə B-ni çıxdıq. C-də soyuq sözünü çıxdıq. Soyuqmaq sözündən düzəltmədir. D-də sınıq sözünü çıxdıq. Əslində bu variantlarda başqa düzəltmə sözlər də var. Sadəcə elə ilkinə baxıram ki, ona görə çıxıram həmin variantı. Məsələn, kəsik sözü də düzəltmədir. Dairəvi də, xurmayı da hər üçü düzəltmədir. Böyük sözü də düzəltmədir. Tibbi sözü də kütləvidir. B-ni də çıxdım. Soyuq, elmi, sıravi hamısı düzəltmədir. Sınıq, xarici badamı hamısı düzəltmədir. Sadələr soruşur. Yumşaq, bədii, mədəni. Cavabımız olacaq E bəndi. 37. Nümunələrin biri isimdən düzələn sifət deyil. Yandırıcı.
İsimdən düzələn. İnsani sözü insandan düzəlib, isimdən düzəlib. Qəhvəyi sözü qəhvə sözündən düzəlib, isimdən düzəlib. Şərti sözü şərt ismindən düzəlib, otsuz sözü ot ismindən, amma yandırıcı sözü yandırmaq feilindən düzəlib. Ona görə cavabımız 37-də olacaq A bəndi. 38. Düzəltmə sifətləri müəyyən edin. Zəhmətkeşlik nə? İsimdir, A bəndini çıxdıq. B-də meşəlik sözü isimdir, B bəndini çıxdıq. C bəndində oxuyan, deyən feili sifətdir, C bəndini çıxdıq. E bəndində oxumalı, aldığı feili sifətdir, E bəndini çıxdıq. D bəndində ütülü paltar, necə paltar? Otsuz yol, necə yol? Cavabımız olacaq D bəndi. Ütülü sözü ütü ismindən, ot sözü isə ot ismindən düzəlib. Otsuz sözü isə ot ismindən düzəlib. Cavabımız olacaq D bəndi. 39. Cərgələrin birində yalnız isimdən düzələn sifətlər verilmişdir. Balaca sadədir. Balaca sözü deməli sadədir. İşıqlı sözü işıq ismindən düzəlib. Sözsüz söz sözündən düzəlib. Qorxunc isə demək qorxunc feildən düzəlib. Demək ənənəvi sözü ənənə sözündən düzəlib. Qayğılı sözü qayğı sözündən düzəlib. Cümüşü sözü cümüş sözündən. Ənənə, qayğı və cümüş sözləri hər üçü isimdir. Cavabımız olacaq 39-da C bəndi. 40-cı sual. İsimdən düzələn sifətlər cərgəsini müəyyən edin. Qırıcı, uçuq sözləri feildən düzəlib. Solğun feildən düzəlib. Çalışqan feildən düzəlib. Ötkün feildən düzəlib. Cavabımız olacaq duz, duzlu, zarafatçıl, simsiz. Duz, zarafat və sim sözləri isim olduğuna görə 40-da cavabımız olacaq C bəndi. 41. İsimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər cərgəsini müəyyən edin. İsimlə sifətin köməyi ilə. Dili şirin, qəlbi təmiz. Cavabımız elə olacaq A bəndi. Dil sözü isimdir, şirin sözü sifət. Qəlb sözü isimdir, təmiz sözü sifət. Cavabımız olacaq 41-də A bəndi. 42. 42. Afaq məsuliyyətli və çalışqan idi cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdir? Afaq məsuliyyətli idi və çalışqan idi. Xəbər vəzifəsində. Cavabımız olacaq 42-də C bəndi. 43. Nəriman ürəyi açıq və səmimidir. Sifətlər, bu cümlədə sifətlər hansı cümlə üzvü kimi işlənib? Yenə də xəbər. Nəriman ürəyi açıqdır. Deməli, həmcins üzv olduğu üçün xəbərlik şəkilçisi ixtisar olunub. Nəriman ürəyi açıqdır və səmimidir. Cavabımız olacaq E bəndi, yəni xəbər vəzifəsində işlənib. 44-cü sual. Sifətlərdən biri düzəltmə deyil. Bildirçi bildir sözündən düzəlib, bildir. Zərfdən düzəlib. Əxlaqi əxlaq sözündən düzəlib. Tərbiyəvi tərbiyə sözündən düzəlib. Qabaqcıl qabaq sözündən düzəlib. Qiyabi sözü sadədir. 44-də cavab oldu D bəndi. 45. Sifətlərdən biri düzəltmə deyil. Ani sözü an sözündən düzəlib. Kütləvi sözü kütlə sözündən. Şərti sözü şərt sözündən. Xarici sözü xaric sözündən. Səhrayı sadədir. 46. Sözlərdən birinin kökü sifətdir. Baxaq. Deməli, qurutmaq. T şəkilçisi feildən feil düzəldir. Həm də T şəkilçisi icbar növün şəkilçisidir. Biz bilirik ki, növ düzəldən şəkilçilər ancaq feil artırılır. Ona görə A bəndində feildən feil düzəldib. Qurucu sözü. Icı şəkilçisi ümumiyyətlə feildən deməli ya isim düzəldir, ya sifət düzəldir. Məsələn, qurucu, yandırıcı, yorucu. Görürük ki, yormaq, yandırmaq feildir. Deməli, buradakı qur sözü də feil olacaq. C bəndini çıxdıq. Qurum sözü. Qurum sözü qurmaq feilindən düzəlib. Nəyisə qurursan,
təşkil eləyirsən və qurum yaradırsan. Ona görə də E bəndində də cavab feildən düzəlmə olacaq. Ümumiyyətlə, lıq üstü 4 çəkilisi, lıq, lik, luq, lük çəkilisi bu ya deməli feildən ümumiyyətlə isim ya sifət düzəltmir. Bu ya isimdən, ya sifətdən, ya əvəzlikdən, ya isim düzəldir, ya da sifət düzəldir. Feildən ümumiyyətlə heç bir söz düzəltmir. Ona görə də elə cavabımız olacaq 46-da B bəndi. Qurğu sözü də burada. Qurğu sözün başqa həmin şəkilçini başqa sözə artıra bilər. Məsələn, sarğı, sarmaq sözündən. Deməli, sarğı sözü, yanğı, çalğı, çalmaq, yanmaq o sözlərdən düzəlir və feildir. Deməli, buradakı qurmaq sözü də feil olacaq. 47-ci sual. Sözlərdən birinin kökü sifətdir. Yenə də şəkilçiyə görə dır üstü 4 şəkilçisi feildən feil düzəldən leksik şəkilçidir. Düzdürmək, yandırmaq, söndürmək. Görürsünüz, feili artırılır. Deməli, A bəndi olmayacaq. Düzüm. Bayaqçı şəkilçidir. Qurum sözü, düzüm sözü. Qurumaq sözündən, düzmək sözündən. Deməli, bu da feildən isim düzəldib. Düzgün. Düzgün sözü, məsələn, düzgün sözü süzgün, süzmək. Üzgün, üzmək sözündən. Deməli, feildən düzəldir bu da. Düzəlmək. Düzəlmək sözü isə buradakı şəkilçini başqa nitq hissəsinə artırırıq. Məsələn, saralmaq, sonra qaralmaq. Görürsünüz, sarı söz, saralmaq sözü düzdür, kökdən dəyişib, onu düzəltmə götürmürük. Amma qaralmaq sözündəki şəkilçi elə məhz bu şəkilçidir. Yəni, sadəcə sait ixtisar olunub. Qara sözü də sifət olduğuna görə, deməli, buradakı düz sözü də sifətdir. Cavabımız olacaq 47-də E bəndi. 48. Sifətlərdən birinin yazılışında səhvə yol verilmişdir. Kəmşirin kəm bitişik yazılır, düzdür. Alayarımçıq, düzdür. Açıq, ala, tünd sözləri devislə yazılır. Kəm və təhər sözləri isə bitişik yazılmalıdır. Ona görə də qara təhər burada səhv yazılıb. Qara təhər bitişik yazılmalıdır. Cavabımız olacaq 48-də D bəndi. 49. Sifətlərdən birinin yazılışı səhvdir. Yenə də bayaq dediyim kimi təhərdir, kəmdir, bitişik yazılmalıdır. Ona görə də yaşıl təhər bitişik yazılmalıydı. Cavabımız olacaq A bəndi 49-da 50. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Elmi mübahisələrdə dəqiq olmaq lazımdır. İki düzəltmə sifət işlənmişdir. Eyvandakı qız yanıqlı səslə oxuyurdu. Eyvandakı, daşıdakı sifət düzəldir. Bir də yanıqlı, necə səslə, yanıqlı səslə. Cavabımız olacaq 50-də B bəndi. 51. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Yenə də baxırıq. A bəndində 2 dənə sifət var, amma biri düzəltmədir, biri mürəkkəbdir. A bəndini çıxdıq. B bəndinə baxaq. Evlərindəki, dakidəki leksikdir, həm də sifət düzəldir. Qədimi, qədim sözündən qədimi sözü düzəlib. Ona görə də cavabımız 51-də də B bəndi olacaq. 52. Hansı ədatlar sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edir? Qüvvətlendirici ədatlardır. Baxaq görək hansı ədatlardır. Ən lap olacaq, amma məhz olmayacaq. A bəndini çıxdıq. C bəndində yalnız ancaq təkcə heç biri olmur. Ən lap daha, olduqca bir də çox. Bunlar çoxaltma dərəcəsini düzəldə bilir. Ona görə 52-də cavab olacaq B bəndi. 53. Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? Çox mərtəbəli hündür binaların damları qarlı örtülmüşdür. Çox mərtəbəli və hündür sözləri hər ikisi sifətdir, hər ikisi adi dərəcədədir. Xəfif duman sezilirdi. Necə? Xəfif adi dərəcə.
Göyün üzü tərtəmiz və bulutsuz idi. Sifət çoxaltma dərəcəsindədir. Bax, tərtəmiz sözü çoxaltma dərəcəsindədir. D bəndində dəlisov sözü azaltma dərəcəsindədir. E bəndində açıq sarı azaltma dərəcəsindədir. Cavabımız olacaq 53-də C bəndi. 54. Deməli, hansı cümlələrdəki sifət çoxaltma dərəcəsindədir? Günəşli gündüzlər sizə yar olsun. Günəşli sözü adi dərəcədədir. Bu il yaz tez gəldiyindən ağaclar yamyaşıl yarpaqlarla örtülmüşdü. Biri olacaq 2. Günəşin sarımtıl şəfəqləri yumşaq-yumşaq yer üzünə tökülürdü. Sarımtıl azaltma dərəcəsidir. 3-ü çıxdıq, 1-3 getdi. Sabah ömründə ən əziz bir gün olmalı idi. Ən əziz çoxaltmadır. Deməli, 1 oldu 2, 1 oldu 4. Deməli, talış dağlarını örtən qalın meşələri yaşıl yarpaqlar örtmüşdü. Başqa yoxdur. 2, 4 olacaq cavab. O da olacaq D bəndi. Baxaq 55-ə. Azaltma dərəcəsində olan sifət işlənmiş cümləni müəyyən edin. Dişləri həmişə ağappaq və təmiz olardı. Ağappaq çoxaltmadır, təmiz isə adi dərəcə. Arabir havaya atılan fişəngilər sarımtıl işıq saçırdı. Sarımtıl azaltma dərəcəsidir. Cavabımız olacaq B bəndi. O biri cümlələrə də baxaq. Gölün sahilində bir bağça var. Burada sifəti yoxdur. Meydança zəif işıqlandırılmışdı. Zəif sözü burada zərfli məqamında işlənib. Ona görə D bəndini çıxdıq. E bəndində dumduru suyu olan göldə xırdaca balıqlar üzürdü. Dumduru çoxaltma, xırdaca çoxaltma. E bəndində çıxdıq. Hansı cümlədəki sifət azaltma dərəcəsindədir? Otaq o qədər də təmiz deyildi. Təmiz adi dərəcə. Qarşıda yaşıl geyilmiş uca dağlar görünürdü. Yaşıl burada əslində yaşıl sözü normalda sifətdə, amma yaşıl geyinmiş, necə geyinmiş hərəkət bildirir. Burada sifət kimi yox. Uca sözüdür sifət. Uca da adi dərəcədədir. Hənifə açıq qırmızı paltarını geyindi. Açıq qırmızı azaltma dərəcəsində olan sifətdir. D bəndində o qısaca bir nitq söylədi. Qısaca çoxaltma. Onun dümağ paltarı var. Dümağ çoxaltma. Cavabımız olacaq 56-da C bəndi. 57. Sözlərdən biri düzəltmə sifət deyil. Riyazi qabiliyyət, tibbi yardım, elmi əsər. Tibbi sözü tibb sözündən düzəlib. Gümüşü gümüş sözündən, elmi elm sözündən, badamı badam. Amma riyazi sözü sadədir. Cavabımız olacaq 57-də A bəndi. 58. Səhv yazılmış sifəti müəyyən edin. Demək, cavabımız olacaq küskün yox, küskün yazılmalıdır. Ona görə də 58-də cavabımız olacaq A bəndi. 59. Hansı sifətin yazılışında səhvə yol verilib? Açıq, qala, tünd sözləri defislə yazılmalıdır. Ona görə də cavabımız olacaq 59-da B bəndi. 60. Hansı cümlələrdə sifətin müxtəlif dərəcələrinə aid nümunələr var? Baxaq. Müqavimət göstərdikcə yeni və daha ağır zərbələrə məruz qalırdı. Yeni adi dərəcədə, daha ağır isə çoxaltma. Cavabımız olacaq 1. Bu faciəyə köhnə dünyanın qara qüvvələri səbəb oldu. Köhnə və qara sözləri hər ikisi adi dərəcədə 2-ni çıxdıq. Hamı onun çalışqan və çox bacarıqlı bir adam olduğunu. Çalışqan adi dərəcədədir, çox bacarıqlı isə çoxaltma. Cavablarımızdan biri də olacaq 3, 1-3. Öz-özünə burulan açıq şabalıdır azaltma. Saçları geniş alnına, geniş də adi, azaltma və adi dərəcə. 1, 3, 4. 1, 3, 4 cavabı da olacaq B bəndi. 5-də isə ağıllı, istedadlı, xoş xasiyyət hər üçü adi dərəcədədir. Bizə lazımdır müxtəlif dərəcə olsun. Yəni həm azaltma, həm adi, həm azaltma, həm çoxaltma da ola bilər. Amma müxtəlif dərəcələr olsun. Cavabımız oldu B bəndi. 61. Cümlələrin birində sadə və mürəkkəb sifət var. Qarışıq mallar mağazanın içərisinə dolduruldu.
Qarışıq. Burada bir dənə sifət var. O da cavab düzəltmədir. Qarışmaq sözündən düzəlib. B bəndi. Duzlu xörəyi heç kəs yemədi. Duzlu düzəltmədir. Stol üstü lampa yanırdı. Burada da bir dənədir. O da mürəkkəbdir. Ağ saçlı qadın yumşaq kresloda oturdu. Ağ saçlı mürəkkəb, yumşaq, sadə. Cavabımız olacaq 61-də D bəndi. 62. Cümlələrin birində düzəltmə və mürəkkəb sifət var. Qayğıkeş ana uşağa şirin-şirin laylaylar deyirdi. Qayğıkeş düzəltmə, şirin-şirin laylay. Bu da olacaq mürəkkəb. Cavabımız olacaq 62-də A bəndi. 63. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifət var? Hər 3 dərəcə. Sarı təhər azaltma, şipşirin çoxaltma, amma adi dərəcə yoxdur. Ona görə A bəndini çıxdıq. Açıq təhər rənglər əsəbləri sakitləşdirir. Azaltma dərəcəsi var. Təkcə onu da çıxdıq. Badamı gözləri, uzun kiprikləri üzünə xüsusi bir yaraşıq verirdi. Badamı adi dərəcə, uzun adi dərəcə, xüsusi bu da adi dərəcə. Sarı adi, sarı göyümtül və tünd qırmızı meyvələri ayrı-ayrı yığmışdılar. Sarı adi dərəcə, göyümtül azaltma dərəcəsi, tünd qırmızı çoxaltma dərəcəsi. Cavabımız olacaq 63-də D bəndi. 64. Hansı nümunələrdə həm düzəltmə sifət, həm də sifətdən düzələn söz işlənmişdir? Yağışlı günlərdə yolda tez-tez sürüşmə baş verir, gediş-gəliş daha da çətinləşirdi. Yağışlı sözü düzəltmə sifətdir, isimdən düzəlib. Yağış, yağışlı. Bir də sifətdən düzələn söz işlənib. Çətinləşmək sözü çətin sözündən düzəlib. Çətin sözü də sifətdir. Ona görə cavablarımızdan biri olacaq 1. İşçilər böyük həvəslə işə girişmişdilər. Burada böyük sözü düzəltmə sifətdir. Düzdür, böyük. Həvəslə işə girişmişdilər. Amma burada sifətdən düzəlmiş söz yoxdur. Ona görə 2-ni çıxdıq. Doğma yurdumuza sevgi verək ki, gözəlliyindən bizə pay versin. Doğma sözü düzəltmə sifətdir. Doğmaq sözündən düzəlib. Bir də gözəllik sözü sifətdən düzəlmiş isimdir. Ona görə cavablarımızdan biri də olacaq 3. 1-3. 1-3 cavabı da 64-də olacaq D bəndi. 65. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Qoca, ağsaç, ancaq yanaqları qıpqırmızı bir kişi məni gülə-gülə qarşıladı. Qarşısındakı stullardan birində oturtdu. Sifətin quruluşca hər üç növünə aid nümunə işlənmişdir. Ağsaç mürəkkəb, qoca sadə, qıpqırmızı sadə, qarşısındakı düzəltmə. Deməli, yanlış fikirləri soruşur. Bir düzdür, biri götürmürük. Həm sadə var, həm düzəltmə var, həm mürəkkəb var. Ona görə bir düz olduğu üçün bir olan cavabları çıxdıq. A-nı, D-ni çıxdıq. Sadə sifətlə ismin birləşməsindən yaranan mürəkkəb sifət var. Sadə sifət və ismin birləşməsi. Ağ sözü sadə, saçda isim. Bu düzdür. İkini də çıxdıq. 2 olan cavablarda çıxdıq. Çünki ağ sözü sadə sifətdir, saçda isimdir. Çox güman ki, cavabımız B olacaq, amma baxaq. Cavan sifətinin sinonimi işlənmişdir. Sinonimi yox, antonimi işlənib. Cavan, qoca. Ona görə cavablarımızdan biri olacaq 3. Sifətlərdən biri əlamətin normadan çox olduğunu bildirir. Düzdür, qıpqırmızı normadan çox olduğunu bildirir. Ona görə də bu düzdür. Sifətin dərəcələrin hər üçünə aid nümunə var. Baxaq. Qoca adi dərəcə, qıpqırmızı çoxaltma dərəcəsi, qoca ağsaç qarşısındakı adi dərəcə, qıpqırmızı isə çoxaltma
Azaltma dərəcəsi yoxdur. Ona görə 5-də səhv olacaq. 3 ilə 5 səhv cavabdır. Onun üçün də cavab olacaq B bəndi. 66. Verilmiş cümlə əsasında uyğun fikirləri müəyyən edin. Mələk Fərmanın bu bəstə boylu, qara və çatma qaşlı qızdan qorxduğunu hiss edirdi. Demək, sifətin quruluşca iki növünə aid nümunə var. Bəstə boylu, mürəkkəb, qara sadə, çatma qaşlı mürəkkəb. Mürəkkəb var, bir də sadə var. Düzəltmə yoxdur. Ona görə bir doğru olacaq. Doğrudur sırasında olduğu üçün də götürürük onu. 1. Bütün sifətlər təyin vəzifəsindədir. Mələk Fərmanın bu bəstə boylu, qara və çatma qaşlı qızdan qorxduğunu hiss edirdi. Təyin vəzifəsində deyil. Çünki qorxduğunu hiss edirdi. Nəyi hiss edirdi? Fərmanın qorxduğunu hiss edirdi. Feili sifət tərkibinin içərisində olduğu üçün ayrılıb cümlə üzvü götürülməyəcək. Ona görə 2 səhv olacaq. Düzəltmə sifət işlənmişdir. Xeyr, bəstə boylu və çatma qaşlı mürəkkəbdir, qara isə sadədir. Ona görə 2-3 də səhvdir. Deməli, doğrudur hissəsində olduğu üçün 2-3 səhv oldu. İndi yanlışdıra baxaq. Sifətlər əlamət bildirir. Baxaq, bəstə boylu, qara, çatma qaşlı. Əlamət bildirir. Deməli, bu düzdür. Yəni ki, yanlış olan hissədə olduğu üçün yanlışdır deyə bunu düz götürə bilmərik. Bizə lazımdır uyğun fikir olsun. Yanlışdır olan hissəsində olduğu üçün, doğru yanlışdır hissəsində olduğu üçün bu səhv olacaq. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Baxaq. Bəstə boylu, qara, çatma qaşlı. Hər üçü adi dərəcədədir. Ona görə cavablarımızdan da biri olacaq 5. Həm yanlışdır, həm də yanlış olan hissədə olduğu üçün doğru götürməliyik. Ona görə də cavablarımızdan biri də olacaq 5. Cavab E bəndi olacaq. 67. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə qara pişik cıraltı ağacını cırmaqlayırdı. Solğun, kiçik, qara, cır. Sifətlər bunlardır. Sifətin quruluşca 2 növünə aid nümunə var. Solğun düzəltmədir, kiçik sadədir, qara və cır sözlərdə sadədir. Bu düzdür, bir düzdür. Bizdən yanlışı soruşur. Ona görə bir düz olduğu üçün bir olan cavabları çıxırıq. İsimdən düzəlmiş sifət işlənmişdir. Solğun sözü solmaq feilindən düzəlib. Ona görə 2 səhv olacaq. Bizdən də elə səhv istəyir. Sifətin dərəcələrinin ikisinə aid nümunə var. Solğun, kiçik, qara, cır. Hamısı adi dərəcədədir. Ona görə ikisinə aid nümunə var. Demək, ikisinə aid nümunə var. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə qara pişik cıraltı ağacını cırmaqlayırdı. Bu da səhvdir. Amma 2-3 cavabı 2-3 demək 2-3 cavabını götürək, amma yenə də baxarıq axırda cavabları. Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Baxaq. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə buradakı zil qara sözünü görməmişəm. Suala təzədən baxım. Kitabın bu tərəfi qatdalanıb. 67-yə təzədən baxarıq. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə zil qara pişik cıraltı ağacını cırmaqlayırdı. Sifətin quruluşca 2 növünə aid nümunə var. Solğun düzəltmə, kiçik, qara, cır sözləri sadə. Bu düzdür, birlə işimiz yoxdur. İsimdən düzəlmiş sifət işlənib. Bir dənə düzəltmə sifət var, o da feildən düzəlib. Səhv cavablarımızdan biri olacaq 2. Sifətin dərəcələrinin ikisinə aid nümunə var. Baxaq. Solğun, cır, kiçik sözləri adi dərəcədədir. Zil qara isə çoxaltma dərəcəsidir. Bu düzdür. 3 də düzdür, 3-lə işimiz yoxdur.
Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Baxaq. Zil qara pişik cıralçı ağacını cırmaqlayırdı. Düzdür, pişik sözü sadədir. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Bax, bu səhv cavabdır. Azaltma dərəcəsi yoxdur. Cavabımız 2-5, o da A bəndi olacaq. 68. Verilmiş fikirlərin aid olduğu sifətləri müəyyən edin. Quruluşca mürəkkəbdir, adi dərəcədədir, əlamət bildirir. Mürəkkəbdir, adi dərəcədədir və əlamət bildirir. Dost doğmanı çıxdım, ən xoşbəxti də çıxdım. 5 ilə 6 olan cavabı çıxdım. Çünki bizdən adi dərəcəni soruşur. 5-6-nı çıxdım, A bəndi getdi, D bəndi getdi, B bəndi getdi, C bəndi getdi. Ümumiyyətlə, avtomatik 5-6 variantlar hamısı getdi. Cavabımız qaldı 1-3-7. 1-3-7-yə də baxaq. Quruluşca mürəkkəbdir, alagöz, düzdür, adi dərəcədədir, düzdür, əlamət bildirir, bu da düzdür. 3. Uzun saçlı, düzdür, mürəkkəbdir, adi dərəcədədir, əlamət bildirir, bir də 7. Enli kürəkli. Bütün əlamətlərə uyğun. 1-3-7. Cavabımız olacaq 68-də. E bəndi 69. Cümlələrin ilk sözləri əsasında uyğunluğu müəyyən edin. Güclü ideyanı müdafiə edən insan da güclüdür. Sifətin sualına cavab verir. Sifətin sualına cavab verir. Güclü ideya. Hansı ideya? 1-ə A uyğun gələcək. Sonra sifətin sualına cavab vermir. 2-yə B uyğun gələcək. Müdriklər elmdən bəhrələnməyi bacarırlar. Kim? Müdriklər. İsmə aid şəkilçi qəbul edib cəm şəkilçisi. Bu da buraya uyğun gələcək. B-C. Əlamət bildirir. Güclü ideya, burada güclü ideya sözü əlamət yox, keyfiyyət bildirir. Ona görə D bəndi uyğun gəlməyəcək. Bir də azaltma dərəcəsindədir. Xeyr, azaltma yox, adi dərəcədədir. Ona görə ilə cavabımız 1-ə A, 2-yə B, C cavabları olacaq. O da E bəndi olacaq. 70. Həkim xəstə müayinə edirdi cümləsində ilk 2 sözü ilə bağlı oxşar cəhətləri müəyyən edin. Həkim xəstə müayinə edirdi. Həkim xəstəni müayinə edirdi. Xəstə sözü qeyri-müəyyən təsirli haldadır. Ona görə də birinci adlı haldadır, düzdür? İsmin sualına cavab verir. Qrammatik cəhətdən isimdir, əsas nitq hissəsidir. Deməli, ismin sualına cavab verir həkim sözü, 2 düzdür. Qrammatik cəhətdən isimdir. Demək, ilk 2 sözü ilə bağlı oxşar cəhətləri müəyyən edin. Adlı haldadır, hər ikisinə uyğun gəlməyəcək. Çünki biri adlı haldadır, biri qeyri-müəyyən təsirli. Ona görə biri olmayacaq. Biri çıxdıq. İsmin sualına cavab verir. Həkim, kim, xəstəni, kimi. Düzdür, bu ikisinə də uyğundur. Qrammatik cəhətdən isimdir. Həkim isimdir, xəstə isə sifətdir. Ona görə 3 uyğun gəlməyəcək. 4-də isə əsas nitq hissəsidir. Bəli, isim, sifət, hər ikisi əsas nitq hissəsidir. 2-4. 2-4-də cavab oldu C bəndi. 71. Çoxaltma dərəcəsində ola bilməyən sifətləri müəyyən edin. Düzdür, bəzi sifətlər bütün dərəcə əlamətlərini qəbul edə bilmir, amma ən azından elə sifətlər var ki, ədatlarla işlənə bilir. Məsələn, ən mərhəmətli, ən yaraşıqlı, ən mədəni demək olar. 1-5-6 çoxaltma dərəcəsində işlənə bilər. Amma 2 dəhlizdəki, ən dəhlizdəki demək olmaz. Və yaxud daha dünənki demək olmaz. Qiyabi, ən qiyabi demək olmaz. 2, 3, 4 demək 2, 3, 4-də olan sifətlər dərəcə əlaməti qəbul etmir. Cavab olacaq D bəndi. 72-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sifətin quruluşca hər üç növünə aid nümunə var.
Bu mehriban, dilsiz, ağızsız heyvanların onun qayğısına ehtiyacları var idi. Mehriban sadədir, dilsiz, ağızsız mürəkkəbdir. Amma düzəltməyə aid nümunə yoxdur. Ona görə biri uyğun gəlmir. 2-yə baxaq. O uçsuz bucaqsız Qobustan düzünü keçmiş, silsiləli uca dağlara dırmanmağa başlamışdır. Uçsuz bucaqsız mürəkkəb, silsiləli düzəltmə, uca, sadə hər üçü var. 72-də cavablardan biri olacaq 2. İkinci tərəfə baxaq. Sifətin quruluşca yalnız 2 növünə aid nümunə var. İndi bu doğma, əziz insanlar, başqa yerə köçəcəkdilər. Doğma sözü düzəltmədir, əziz sözü sadədir. Başqa sözü də sadədir. Ona görə cavablardan biri 3 olacaq. Bu birinə də baxaq. Bu gün kəndin sabahı həmişəkindən daha fərəhli idi. Həmişəki düzəltmə, fərəhli düzəltmə. Burada ancaq bir növ işlənib sifətin. Yəni quruluşca bir növ işlənib. Ona görə cavablardan biri olacaq 2, biri isə olacaq 3. 2, 3, o da D bəndi. 73. Verilmiş cümlədəki sifətlərlə bağlı doğru fikirləri müəyyən edin. Artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmləri xısın-xısın pıçıldayaraq dalğalanır, qürub edən günəşin al şəfəqləri altında qızıl kimi parıldayırdı. Sifətlərdən biri yastı, enişli, sarı, qürub edən günəşin al şəfəqləri. Bizdən soruşur doğru fikirləri. Deməli, sifətin quruluşca hər üç növünə aid nümunə var. Deməli, yastı sadə, enişli düzəltmə, sarı və al sözləri də sadə. Sadə düzəltmə var, mürəkkəb yoxdur, biri çıxdıq. Sifətlərin hamısı adi dərəcədədir. Yastı adi dərəcə, enişli adi dərəcə, sarı adi dərəcə, al adi dərəcə. Düzdür. Deməli, cavablarımızdan biri olacaq 2. Demək, bütün sifətlər müstəqil cümlə üzvüdür. Artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmləri xısın-xısın pıçıldayaraq fe'l bağlama tərkibinin içərisindədir. Deməli, ona görə də müstəqil cümlə üzvü deyil. 3 düz olmayacaq. Qoşma ilə işlənmiş sifət cümlədə təyindir. Demək, qızıl kimi parıldayırdı. Necə parıldayırdı qızıl kimi. Yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmləri xısın-xısın pıçıldayaraq dalğalanır, qürub edən günəşin. Qızıl kimi parıldayırdı. Necə parıldayırdı? Cümlədə təyin deyil, zərflikdir. Həm də qızıl sözü heç sifət də deyil. Qızıl sözü isimdir. İsim burada qoşma ilə işlənib və cümlənin zərfliyidir, tərzi hərəkət. Heç də təyin kimi işlənməyib. Ona görə 4 də səhv olacaq. Düzəltmə sifət isimdən yaranmışdır. Deməli, eniş sözü, yoxuş, eniş. Eniş nə? Enişli necə? Düzdür. İsimdən yaranıb. Cavablarımızdan biri oldu 2, biri də oldu 5. 2, 5 cavabı da oldu E bəndi. 74. Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki yanlış fikirləri müəyyən edin. Qaraşın üzünə yaraşmayan xırdacı ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Sifətin hər 3 dərəcəsinə aid nümunə işlənmişdir. Qaraşın demək azaltma, xırdaca çoxaltma, məsud demək oldu adi dərəcə. Bu düzdür, bir düzdür. Yanlış istəyir bizdən. 2-yə baxaq. Rəng bildirən sifət var. Qara sözü düzdür. 2 də düzdür. 1, 2. Qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Qoca işçilərə yaxınlaşdıqda. Burada qoca sözü isimləşib. Həm isimdən, həm də feildən yaranan sifət var. Deməli, yorğun feildən yaranıb, fərəhli isimdən yaranıb. Düzdür, 3 də düzdür. Quruluşuna görə sadə olan sifət işlənmişdir. Demək,
Yanlış fikirləri soruşur. Quruluşuna görə sadə olan sifət, əgər burada qoca sözü düzdür, sadədir. Amma birincidə də sadə sifət var, məsud sözü. Ona görə də 4 ortaq cəhət olmalı idi. Yəni birinə aid olunduğu üçün yanlış götürürük onu. Çünki 4 ortaq cəhət olmalı idi, burada olmalı idi. Ona görə biri olacaq 4. Sonra bütün sifətlər təyin vəzifəsindədir. Baxaq. Elə bu cümlədəki sifət təyin vəzifəsində deyil, mübtəda vəzifəsindədir. Qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları, yox, burada təyin vəzifəsində deyil, amma feili bağlama tərkibinin içərisindədir. Qoca işçilərə yaxınlaşdıqda nə zaman? Təyin vəzifəsində deyil, feili bağlamanın tərkibindədir. Ona görə də səhvlərdən biri olacaq da bu. 5 olacaq. 4, 5, 6-ya baxaq. Mürəkkəb sifət işlənməmişdir. Mürəkkəb sifət hər ikisinə aiddir. Bəli, burada da işlənməyib, burada da işlənməyib. Ona görə 6 düz olacaq. Cavabımız olacaq 4, 5. 4, 5 də cavab D bəndi. 75. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Sifətin yalnız adi dərəcəsinə aid nümunə işlənmişdir. Bu susqun qızdan eşitdiyim qətiyyətli sözlər məni təəccübləndirdi. Bu iynə də köhnədir. Gözü sarımtıldır. Qabaqlar nənəmin yaxasında görmüşəm. Sarımtıl sözü azaltma dərəcəsində olduğuna görə bizə deyir sifətin yalnız adi dərəcəsinə aid nümunə işlənib. Cavab olacaq burada 1, buradan 1-i götürdük. Sifətin hər 3 dərəcəsinə aid nümunə işlənmişdir. Çox səliqəli, alçaq hasarı olan həyətin darvazası önündə bizi sarışın bir qız qarşıladı. Çox səliqəli, çoxaltma. Alçaq sözü adi dərəcə, sarışın azaltma. 3 də düz olacaq. Deməli 3. Biri olacaq 1. Biri olacaq 3. Baxaq o birisinə. O kağızı açdıqca nazik dodaqlarında xəfif bir təbəssüm oynayırdı. Nazik, bir də xəfif sözləridir sifət. Bizə deyir, hər 3 dərəcəsinə aid nümunə. Nazik və xəfif sözləri hər ikisi adi dərəcədədir. Ona görə 4 bizə uyğun olmayacaq cavab. Deməli, cavabımız oldu 1, 3, o da A bəndi. 76-ya baxaq. Deməli, 76. Verilmiş cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Demək, qar dayandıqdan sonra şiddətli və soyuq xəzri başladı. Küçəyə çıxıb küləyin dəhşətli hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Demək, cavabımız sifətləri tapırıq əvvəlcə. Birinci cümlədə şiddətli, soyuq sözləri, ikinci cümlədə dəhşətli, bir də doğma sözləri. Hər iki cümlədə quruluşca düzəltmə olan sifətlər işlənmişdir. Şiddətli, şiddət sözündən, soyuq, soyu sözündən, dəhşətli, dəhşət sözündən, doğma, doğmaq sözündən düzəlib. Ona görə bu düzdür. 1 düz olacaq. Doğru fikirlər soruşur. Ona görə 1-i götürürük. 2-yə baxaq. Birinci cümlədə sifətlər həmcins təyin vəzifəsindədir. Qar dayandıqdan sonra şiddətli xəzri başladı, soyuq xəzri başladı. Düzdür, həmcins təyindir birinci cümlədə. 2 də düz olacaq. Hər iki cümlədə həm isimdən, həm də feildən yaranan sifət var. Şiddətli sözü isimdən düzəlib, soyuq sözü feildən birinci cümlədə. İkinci cümlədə dəhşətli sözü də isimdən yaranıb, doğma sözü də feildən. Bu da düzdür. Hər iki cümlədə həm isimdən, həm feildən yaranıb. 1, 2, 3. İkinci cümlədə həm düzəltmə, həm də sadə sifət işlənmişdir. Xeyr, hər ikisi düzəltmədir. Dəhşətli sözü də, doğma sözü də 4 səhvdir. İkinci cümlədə sifətlərin biri adi, digəri çoxaltma dərəcəsindədir. Ümumiyyətlə, burada dərəcə əlamətini qəbul edən söz yoxdur. Bütün sifətlər hamısı adi dərəcədədir. Ona görə cavabımız elə olacaq 1, 2, 3. 1, 2, 3 də cavab oldu. C bəndi. 77. 77-də deyir, isimdən düzələn sifətləri müəyyən edin. Yaxşılıq sözü isimdir.
Gözəllik sözü də isimdir. Mərd sözü bizə isimdən düzələnlər deyir. Əhatəli 1. Zarafat, zarafatsıl 2. Yaxşılığı çıxdıq buradan çünki isimdir. Namərd, mərd sözündən düzəlib. Ona görə sifətdən düzəlib. 4-ü də götürmürük. Badam, badamı. Biri də olacaq cavab 5. 1, 2, 5. 77-də 1, 2, 5 olacaq. 78. Sifətləri müəyyən edin. Nəfs isimdir, yaxşılıq isimdir, sevinc isimdir. 1, 3, 5. 1, 3, 5. Hansı nümunədə altından xətt çəkilmiş ifadə əşyanın əlamətini bildirən sözdür? Gözəl görünmək çoxlarının arzusu idi. Əşyanın əlaməti. Gözəl görünmək, gözəl sözü burada əlamət bildirmir. Çünki görünmək sözü feildir. Zərf məqamında, zərflik məqamındadır. Biri çıxdım. Mahnını yenə bu gözəl oxudu. Burada gözəl sözü isimləşsə də, amma gözəl qız mənasında işlənib, ona görə əlamət bildirir. 2. Buralar gözəllər yurdu hesab olunur. Gözəllər yurdu, gözəl qızlar yurdu demək olar. Ona görə belə deyək də, görüntü olaraq gözəllikdən söhbət getdiyi üçün əlamət bildirir. Ona görə 2, 3. Atın gözəl yerişi hamının diqqətini cəlb etdi. Gözəl yeriş. Bunu da baxanda görə biliriksə, ümumiyyətlə gözəl sözü nə vaxt əlamət bildirir? Əgər biz onu baxarkən onun gözəlliyini görürüksə, bu əlamətdir. Məsələn, gözəl qız, gözəl uşaq. Sırf orada üz gözəlliyindən söhbət gedir, ona görə əlamətdir. Amma keyfiyyətdən söhbət gedirsə, məsələn, gözəl insan, üz gözəlliyindən söhbət getmir. Orada sadəcə insanın xasiyyətinin gözəlliyindən, daxilinin gözəlliyindən söhbət getdiyi üçün gözəl insan, gözəl anada deməli keyfiyyət bildirir. 2, 3, 4. Gözəl danışanlar. Burada danışan sözü də feil olduğuna görə burada zərflik məqamında işlənib gözəl sözü. Ona görə də onu götürmürük. Cavabımız elə olacaq 2, 3, 4.